Qonaqlarımızın hamısını birlikdə dəvət eləmək istəyirəm. Deməli, ilahiyyatçı, məhz bu nöqtəyə nəzərdən bizim qonağımız mütləqdir. Mirrəşidə Kazımova, eləcə də Qadın Hüquqları Müdafiə Cəmiyyətinin əməkdaşı Sədaqət xanım Paşayeva və psixoloq Elmir Əkbər. Buyurun, zəhmət olmasa studiyaya. Hər vaxtınız xeyir. Vəziyyətin nə yerdə olduğunu bilirsiniz, sualların nə yerdə olduğunu bilirsiniz və niyə görə məhz ilahiyyatçı kimi xanımı dəvət eləmişik, burada müəyyən incə məqamlar var. Kişi dəvət eləsəydi, bəlli məsələydi, danışırdı, amma xanım məsələsi var burada. Xanım ilahiyyat nöqteyi nəzərindən xanımın fikirlərini bilmək artıq burada o tərəf bu tərəf ola bilməz. Artıq burada hər şey dəqiq olacaq. Psixoloji nöqteyi nəzərdən təbii ki, məhz bu məsələləri dəqiqləşmək lazımdır ki, ailədə nə baş verə bilər bizim cəmiyyətdə və təbii ki, qadın hüquqları bəlli məsələdir və Zöhrə xanım böyümüz. Bu da belə. Və yeganə kişi olduğuna görə Elmir müəllimlə mən söhbəti başlamaq istəyirəm. İlk psixoloji reaksiya, birdən-birə mən girirəm evə, gələm evdəkinə deyirəm ki, bəs evlənirəm. Dəhşət. Dəhşət. Nə baş verir? O heç vaxt birdən-birə baş vermir əslində və bu proses müəyyən bir müddət keçir. Və bir çox hallarda, Azərbaycanda bu prosesi qadının hansısa səhvimi, ehtiyatsızlığı mı hazırlayır, gətirir, çıxardır. O sözü eşitməzdən öncə çoxlu davalar, çoxlu mərəkələr, çoxlu çək-çevirlər olur aralarında və ona görə də orada elə bir gözlənilməzlik olmur. Əvvəlcə, hətta bəzən görürsünüz qadınlar o qədər kişi bu yalandan qorxudur ki, bax gedəcəm, bax qaçacam, bax belə. Axırda qadın sanki inanmır da hətta bu hadisə ola bilər və günlərin bir gün doğrudan kişi qaçdı. Amma bir şey deyim sizə ki, bilirsiniz təbii bunu yığışıb belə mətbəx səviyyəsinə çox deyə bilərik. Belə burada yəqin səslənib deyə səslənəcəkdir. Lozunqlar belə olmalıdır, ailə belə olmalıdır və inanın mənə ki, bunun əleyhinə danışan kişilər praktika göstərir ki, ən gəzəyən kişilər elə həmişə bunun əleyhinə belə yüksək tribunadan belə danışan kişilər olur. Amma mən özüm bilmirəm, söhbət burada kənarda hansısa bir xanımın saxlanılmasına getmədi. Biz götürürük ki, ideal vəziyyətdə bizə icazə veriblər ki, biz evlənəyik. İkinci, üçüncü, dördüncü dəfə. Və buna əgər biz ciddi yanaşsaq, bu əslində heç də 2-3 insanın arasında öz şəxsi həyat təcrübəsi, öz həyata baxışı zəminində həll olan məsələ deyil. Bu ciddi bir prosesdir və bunun sosial, psixoloji və bioloji əsasları var. Necə? Mən deyəcəm, baxın, birinci götürək sosial əsasdan. İndi deyirlər nəyə görə, ərəb ölkələrində, nəyə görə İslam dinində bu olubdur ilk dəfə. Çünki təbii onlar çox döyüşkən millət idi, çox döyüşürdülər və döyüşlərdə təbii onlarda gedirdi kişilərin böyük əksəriyyəti qırılırdı. Və ona görə də cəmiyyətdə kəskin belə kişi, erkək cinsin azlığı var idi. İndi biraz loru dildə desəm. Çox kişi azlığı var idi və ona görə də onları bizim bugünkü gündən müqayisə eləmək düz olmaz. Bu birinci faktor. Və təbii sosial tələbdən irəli gəlir ki, hətta bəzi ölkələrdə bu bugünkü gündə də o qədər də qınanılmayan bir prosesə çevrilibdir. Mən sizə bir şey deyim ki, birinci günlər yadımdan çıxdı. Hansısa kanalda, bu xarici kanallardan, onların birində belə bir proyekt var. Amerikada çox arvadlı ailələr ki var, onların həyatını çəkirlər, hər birinci gün göstərirlər. Və bu demək o cəmiyyət tərəfindən nə qədər oturulmuş, nə qədər qəbul olunmuş bir məsələdir ki, onların hətta ailələrini belə çəkilir. Çünki o verilişdə adətən çox geniş yayılmış prosesləri işıqlandırılır. Məsələn, çox uşaqlı ailələri göstərirlər və orada mən reklamında qısa eşitdim, deyirlər ki, çox normal qəbul eləyir o qadınların hər ikisi. Və burada üzr istəyirəm, mən bilirəm suallar növbələ danışılmalıdır, amma bir şey deyim ki, o bioloji səbəbi də deyim, sonra psixolojini sonra genişləyərik. Bəli, nəyə görə bioloji? Ona görə ki, biz düzdür, insanı və özümüz haqqında çox yüksək fikirlər, biz təbiətin tacıyıq, hər şey bizə xidmət eləmək üçün yaranıbdır. Amma ki, bizim bioloji bir tərəfimiz də var və onu inkar eləmək mümkün deyil. Xristiyanlıqda kimi ümumiyyətlə ailə qurmaqdan imtina eləmək filan və bilirsiniz,
biologiyada belə bir qanun var. Təbiət özü müəyyən bir tənzimləmə xüsusiyyətinə malikdir. Həmişə dişi fərdlərin sayı erkək fərdlərdən dəfələrlə çox olur. İstər insanların içində, istər digər canlıların içində. Məsələn, ali məməlilərdə götürək biz, həşəratları filan qoysaq kənara, şirlərdə, nə bilim, fillərdə, həmişə görürsünüz ki, pride deyirlər də şirlərdə. Orada bir erkək olur, dişilərin sayı çox olur. Və bunun əksi heç bir ali məməlidə biz müşahidə edə bilmərik. Və insanların da cəmiyyətində qadınların sayı kişilərin sayından həmişə çox olubdur. Bu da bir növ bir bioloji əsas da verir. Amma yenə deyirəm, burada mən şəxsi öz fikrimi demirəm və burada belə deyək də mətbəx səviyyəsinə yox, əgər sırf akademik elmi cəhətdən baxsaq, bu bir sosial sifariş olur bəzən. Qaçılmaz bir sifariş olur. Sədat xanım, bir məsələni dəqiqləşdirin. Burada təbii ki, qadınlara olan dəyən psixoloji zərbə. Həqiqətənmi sizə elə gələ bilərmi ki, məhz çox arvadlıq qadınlar üçün psixoloji nöqteyi nəzərdən, bəlkə də qadın hüquqlarının pozulması nöqteyi nəzərdən atıla biləcək bir addımdır? Bu bir neçə məsələ aspektdən yanaşmaq olar. Yəni bütün hallarda demək olmaz ki, bu yəni onlar üçün bir sarsıntıdır və psixoloji çatışmamazlıqdır, ümumiyyətlə qadının günahlarıdır. Bilirsiniz, cəmiyyət elədir ki, biz indi təbiətlə cəmiyyəti müqayisə eləyirik və tədqiqatlar da hər zaman canlı olaraq bu müqayisələri aparır. Amma gəlin etiraf eləyək ki, biz bütün bu söhbətlər, tartışmalar, bütün müzakirələr cəmiyyətdəki münasibətləri tənzimləməsinə xidmət eləyir. O baxımdan da bizim bu məsələyə yanaşmamız məhz fərdi nöqteyi nəzərdən deyil. Məsələn, fərdlərin nə istəyir? Qadın ümumiyyətlə necə olacaq qadına, hansı zərbə olacaq, ümumiyyətlə yaxşı olacaq? Ümumiyyətlə kişilər nə istəyir baxımından yanaşmaq doğru deyil. Məsələn, uzun müddətdir, məsələn, Amerikadan həmkarım çox gözəl bir məsələyə misal çəkdi və çünki Amerikada artıq orada Mormonlar sülaləsi bilirsiniz 19-cu əsrdə yarandı və 12 milyondan çox bu adamlar var orada, yaşayır. Amerika kimi demokratik, açıq cəmiyyətdə, hətta bütün demək olar ki, seksual azadlıqların mövcud olduğu bir məmləkətdə, yəni bu mövcuddur. Nədən? Çünki o zərurətdən yaranıb orada. Çünki bugün az yaşlı qızların orada hamilə olması, çox ciddi xəstəliklərin meydana gəlməsi. Bizdə də var axı, az yaşlı qızların bilirsiniz, bizdə bu tendensiya yeni yarandı. Yeni yaranır bizdə bu məsələlər. O fərdi olur. Məsələn, bir var ki, 8 milyon əhali 3 yıl xarakterik olan xüsusiyyətlər. Bir də var ki, fərdlər. Yəni biz fərdlər haqqında, yəni ayrı-ayrı nüanslar haqqında müzakirə aparmamız doğru deyil. Bu patoloji bir hallardır. Amma biz gəlin etiraf eləyək ki, bu məsələdə qadınların ümumiyyətlə burada, ümumiyyətlə cəmiyyətə olan zərbə və qadınlara, uşaqlara dəyən zərbə və çoxevliliyin cəmiyyətə olan gətirdiyi əskilikləri müzakirə eləsə daha yaxşı olar. Təbii ki, Elmir söylədi ki, bunu qadınlar hazırlayırlar. Təbii ki, burada bir problem var qadınların özünün həyata baxışı. Yəni, üzr istəyirəm Sədat xanım, düzdür, indi vaxtımız həddən artıq indidardır. Amma hər halı bu fikrimizi yadda saxlayaq, xəbərçidən sonra vaxtımız kifayət qədər çox olacaq və Mirrəşdə xanım, dini mənəvi nöqteyi nəzərdən də sizin fikirlərinizi mütləq öyrənəcək, çox vacib. Çünki məhz bu dində bu məsələ çox geniş yayılıb, danışılır və məhz bu nöqteyi nəzərdən din nə deyir bizə? Təbii ki, Zöhrə xanım da qanun nöqteyi nəzərdən öz fikirlərini yenə deməlidir. Sədaqət xanım təbii ki, məhz bu nöqteyi nəzərdə qadın kimi bu fikirlərimiz mənə çox maraqlı olacaq. Elə ona görə də reklam və xəbərçi, keçək reklam və xəbərçidən sonra isə qonaqlarımızla bu söhbəti davam edə bilərik.